Qaradağda da iş var yoldaşlar. Qaradağdakı işlərdən bəhs etmək istəyirəm. Misal üçün, Bank Respublikada iş var yoldaşlar. Sədrək filialında. Ali təhsiliniz varsa, ofis proqramlarını bilirsinizsə bu işə müraciət etməyi düşünə bilərsiniz. Sonra iadələr üzrə mühasib köməkçi iş var Lövh Batanda 500 manatlıq. Ali təhsiliniz varsa, heç olmasa 1 ilə yaxın iş təcrübəniz varsa, 21-35 yaşlı xanımsınızsa düşünə bilərsiniz. Sonra kamera müşahidəçi işi var Super Choice-də 400-500 manatlıq. Sədrəkçilərin mərkəzi tərəfdədir. 25-35 yaşlı xanımlar üçündür. Sonra kasser işi var Sahil qəsəbəsində, Kontoxomda ali təhsilli şəxslər üçündür yoldaşlar. Ofis proqramlarını bilməlisiniz. Sonra mexanik qaynaqçı işi var Mətənə Daş şirkətlər qrupunda. 3 illik iş təcrübəsi olmalıdır bu sahə üzrə. Sonra mağaza anbar işçisi var Sahil qəsəbəsində 580 manatlıq Sahil qəsəbəsindədir. Sonra meyvə tərəvəz anbarına işçiyə ehtiyac var 600-700 manatlıq kişilər üçündür. Səhər saat 11-dən 8-ə kimi Lövh Batanda dairəsindədir. 1 ilə yaxın iş təcrübəniz olmalıdır. Səhtəm üzrə mütəxəssis işi var Lövh Batanda yoldaşlar. 2 illik iş təcrübəniz olmalıdır. Bu sahədə 700-800 manatlıq bir işdir. Ali təhsiliniz olmalıdır. Sonra avtomobil yuan işi var Kontoxomda, Qaradağda yoldaşlar. Sədərəkdə 6 aylıq iş təcrübəniz olmalıdır. 500-600 manatlıq bir işdir. Sonra laborant işi var Mətənədada. Kimya, biologiya və ya əlaqəli sahə üzrə ali təhsiliniz olmalıdır. Qeyd olunan sahədə 1 illik iş təcrübəniz olmalıdır. Sonra mühafizəçi işi var Lövh Batanda, sahildə yoldaşlar. Bəy və xanımlar üçündür. Orta təhsiliniz olmalıdır. Növbəli işçi məlumatı 400-500 manatlıq bir işdir. Sonra satıcı işi var Sədərəkdə, Superboxda 600-800 manatlıq bir işdir. 650-800 manatlıq bir işdir daha dəqiq desək. 25-35 yaşlı şəxslər üçündür yoldaşlar. Satış prinsipli, müştəri xidməti standartları barədə bilikləriniz varsa bu işə müraciət etməyi düşünə bilərsiniz. Digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapması səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Əcəvadlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.